Salam hörmətli izləyicilər, xoş gəlibsiniz kanalımıza. Bu günləri mən sizə tavada pizzanın hazırlanmasını öyrədəcəm. Bu çox asan və sadə üsuldur. Demək, xəmiri üçün 2 yumurta, 1 xama, mayonez və duz və bir də ki, aparana qədər un lazımdır. Üzərinə isə evdə əlinizin altında nə ərzaqınız var, ondan istifadə edə bilərsiniz. Bizdə indi demək kolbasadır, Holland pendiridir, ev pendiridir, pomidordur, biberdir, soğandır, bir də zeytundur. Demək, əvvəlcə nə edirik? Əvvəlcə biz bunun xəmirini hazırlayaq, sonra isə üstünü bəzəyib tavada bişirək. Demək, əvvəlcə yumurtalarımızı belə qırırıq. Demək, xəmirini hazırlayırıq. Belə bir xamadan istifadə edirik. Siz simtandan da istifadə edə bilərsiniz. Demək, bunları bir-birinə əzib qarışdırırıq. Sonra isə demək, xama boyda elə bil bu xama nə qədərdir? Elə bir bu qədər də mayonez əlavə edirik bunun içərisinə. Sonra isə bunu yaxşı-yaxşı qarışdırırıq. Çünki xama biraz bərkdir, çürük fason görükür. Ona görə bunu təmiz çalıb açmalıyıq. Demək, duzumuzu da əlavə edək xəmirinə. Biraz duzu çox tökmürük ki, ev pendiri də var. 2 fasonda eləyəcək. Ev pendiri biraz duzludur. Ona görə xəmirimizi lap çox duzlu eləmirik. Əgər siz hamısını Holland pendirindən eləyəcəksə, öz ağız tutusunuza görə duz tökə bilərsiniz. Demək, belə elədik. İndi aparana qədər unumuzu tökəcəyik. Demək, bərk xəmir eləmirik. Hardasa da nə bərk olmur, nə duru olmur. Biraz duru fasondur, az miqdarda əlavə edək və qarışdıraq. Belə bir xəmir alınır. Demək, biz qədimi bir tavamız var. Bu çox gözəl çıxardır. O birisilər də qəşəng çıxardır, amma bunu qədər içini qəşəng pişmiş çıxartmır. Ona görə bu qədimi tavadan istifadə edirik. Tuncdur. Demək, biraz isitmişik. Lap o qədər də qaynar yox, nə də ilıq yox. Biraz isti təhər. Divinə biraz semişka yağı, duru yağ tökürük və bu xəmirimizi 2 hissəyə bölürük. 2 dənə çıxır. Demək, bunun divinə tökürük və yavaş-yavaş bunu, demək, qaşığımız görsünüz yapışır. Ona görə, bax, bu yağa batırırıq və ehmalca bunu belə-belə səliqəyə salırıq. Gördüyünüz kimi, belə tavanın divindən bir eləyirik və dediyim kimi qaşığı duru yağa batırırıq ki, xəmir yapışmasın və görürsünüz necə gözəl və hamar oldu. İndi bunun üstünü bəzəyib vam odda ağzını örtülü şəraitdə bişirəcəyik. İndi üstünü bəzəyirik. Dediyim kimi əlinizin altında nə var qoya bilərsiniz üstünə.
Çox gözəldir və həm az produkt aparır, amma tamı da çox gözəl, tamı da çıxır. Biberlər, soğanlarımızdan da istifadə edək. Demək, indi də bunu Holland pendirindən eləyirik. Amma o birisini, ikincini isə ev pendirindən eləyəcəyik. Demək, Holland pendirini rəndələyirik, amma ev pendirini isə oxalayıb üstünə tökürük. Demək, qazımızı vam odda qoyuruq. Əgər evinizdə dəmir varsa, belə qalın dəmirlər olur. Onları isidin, altını da vam odda qoyun, o lap gözəl pişirir. Yoxdursa da altını vam odda qoyun, ağzını da qapaqla örtün. Yavaş-yavaş pişəcək. Arada açın, altına baxın. Sonra bir də. İndi də ikinci pizzamızı bəzəyirik. Eyni qayda ilə, prosto bu o qara zeytundan idi, bu isə yaşıl zeytundan olacaqdı. Bir də pendirimiz o Holland pendiri idi, bu isə ev pendiridir. Zeytunlarımızı da qoyaq və pendirimizi əzib üzərinə tökək. Çox gözəl və tamlıdır, tez başa gəlir, rahat.
Demək, bunu da elədik. Uje hazırdır. Aparıb tavamızı vam odda qazın üzərinə qoyub ağzını örtüb bişiririk. Gördüyünüz kimi uje pissalarımız hazırdır. Demək, biri qara zeytundan, biri yaşıl zeytundandır. Tam hazırdır uje. Çox gözəl və tamlıdır. Altına demək, baxın, görün nə gözəl qızarıbdır. Bu qədər. Əgər xoşunuza gəldisə, like qoymağı unutmayın. Bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı da unutmayın. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.